27 sentyabr Azərbaycan Respublikasının tarixində anım günü kimi qeyd olunur. Ona görə də gəlin ayağa qalxaq, bir dəqiqəlik sükutla Qarabağ uğrunda canından keçmiş şəhidlərimizi anaq, yad edək. Əyləşin. Ey adlı qəhrəman, atsız qəhrəman, qarşısında yağlılar, diş götür titrer. Şükür ki sən tərəfə dörandı dövran, dana itirərsə düşmən itirər. Ey şəhid, vətənə qurban olaraq, qanunla adını yazdın üstünə. İndi dalğalanır üstündə bayraq, ordu salamını çatdırır sənə. Vətən üçün canından keçməyə də hazırsan. Qəhrəmanlıq tarixini al qanunla yazırsan. Azərbaycan əskəri, saxta tarix yazanın niyyəti pozulacaq. Rəşadətindən dastanlar yazılacaq. Azərbaycan əskəri. Dilləri qururunuz, sən özünə qaytardın. Qayığı zirvələrə apardın. Azərbaycan əskəri. Özünü dərk edəndən millət qüdrətli olur. Hər oğlu, hər qızı qorxmaq cürətli olur. Azərbaycan əskəri. Ey adlı qəhrəman, adsız qəhrəman, şimdi sən tərəfə dolandı dövran. Daha nəyə çəkər, düşmən istər. Millətin qürurunu sən özünə qaytardın. Sən özünə qaytardın. Bayrağı, qalibiyyət bayrağı zirvələrə apardın. Azərbaycan əskəri özünü dərk edəndə millət qüdrətli olur. Hər oğlu, hər qızı qorxmaq cürətli olur. Sentyabr Azərbaycan tarixinin zəfər və anım günü qeyd edilir. Bu gün 2020 ildə başlayan Vətən müharibəsinin ilk gününü xatırladır. Həmin vaxt torpaqlarımızın azadlığı, dövlətimizin bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizi anmaq üçün ölçülü tədbirlər görüldü. Qürur günümüzdür ki, 30 işğalda olan torpaqlarımızın azadlığını qorunduğu gündür. Qızıl günümüz şəhid verdik, qazi qazandığımız gündür. Bir ölçü olaraq səfərdən oldu. Həkimdən müəllimlər, satışından fəhləsinə, zamandan hocasına bütün Azərbaycan oldu. Torpaq uğruna canlı fədə edildiklərimizi heç zaman unutmadı. Ruhları qarşısında baş əydi. Çalınmasa silahınla sen